Hər il eyni vaxtda sanki dünya bir anlıq dayanır. Köhnənin yorğunluğu gedir. Yerini uşaqların gözlərindəki o parıltıya, gələcəyin ümidinə verir. Biz sadəcə bir yolka bəzəmirik. Biz bugün evimizə işıq, qəlbimizə sevinç, birliyimizə isə yeni bir rəng qatırıq. Bu ildə hər il olduğu kimi birik, bərabərik və daha güclüyük. Gəlin sehirli anı birlikdə yaşayaq. Sona çatır. İnşallah növbəti tədbirimiz Novruz bayramı olacaq. Onda da hər birinizi gözləyirik burada. Bir daha sizləri, yaxınlarınızı, əzizlərinizi yeni ilin gəlişi münasibətilə təbrik edirəm. Yeni ildə hər birinizə yeni uğurlar arzulayıram. Bir də bunu nəzərinizə çatdırım ki, bu tədbirin ərsəyə gəlməsi üçün 4-cü, 5-ci, 6-cı bina sakinlərin təşkilatçılığı ilə zəhmət olmasa bizi bir gürültülü alqışlayasınız. Sağ olun. Mən də hər bir qonşunu təbrik edirəm. Azərbaycan xalqının yeni günü münasibətilə, yeni gün münasibətilə. İnşallah gələn il bu vaxtı yenə burada bir yerdə yığışarıq. Hər kəsi burada görməyimizə şad olduq. Burada iştirak etməyə, can atan etməyən qonşular da var, bilirik. Sağ olsunlar, bizə mənəvi, maddi olaraq çox dəstək olurlar. Hər birinə təşəkkür edirəm. Və bu təşkilatın əsas ərsəyə gəlməyindən ən əsas səbəbkar Elxan Qəniyevdir. Çox sağ ol deyirik bütün qonşular adından Elxan sənə. Bəlkə də Elxan bugünkü gündə bu gün üçün, bu tədbir üçün deyirəm, belə canfəşanlıq eləməsəydi,
olmasaydı bu tədbir bu qədər gözəl olmayacaqdı. Yəni hər bir işığında, lampasında, yarpağında, şamında Elxanın əziyyəti var. Çox sağ ol, təşəkkür edirik sənə bütün qonşular adından. Son sözdə sənə veririk. Bayramınız mübarəkdir. Çox sağ olun, hər vaxtınız xeyirli olsun. Deyim bir də, niyə görə? Çünki həqiqətən də o bir söz var, həmişə videolara elə sonlandırır. Hər gözəl günün başlanğıcı olduğu kimi bir də gözəl sonu olur. Amma hər son özü də bir başlanğıcdır. Ona görə belə deyək ki, növbəti illər və növbəti bayramlarda yenə görüşmək diləyilə hər kəsə sevgi dolu və ən böyük arzum odur ki, can sağlığı arzulayıram. Ümid varam ki, hamı can sağlığı ilə bugün necə iştirak edibsə, növbəti bayramda hətta siz yazasınız ki, bəlkə biz də fon ideyaya yaxınlaşaq, daha maraqlı keçsin bayram. Hər birinizə gəldiyiniz üçün təşəkkür edirəm. Bayramınız mübarək deyirəm. Bir özümüzü tamamlar deyir. Özümüzü gürültülü alqışlayaq. Sağ olun. Yaşasın Azərbaycan, yaşasın hərbiçilərimiz, yaşasın ailə baş komandan. Hamınızın bayramı bir daha təbrik edirəm. Yeni il sizə düşərli olar. Sağ olun, var olun.